Biz incəsənətlə maraqlandıqca, incəsənət tarixini oxuduqca həm daha çox əsər görmüş oluruq. Bununla belə bizim həm zövqümüz formalaşır, zövqümüzdən də əlavə biz daha çox əsər gördükcə düşüncə tərzimiz dəyişir. Bundan əlavə ideyalar baxımından daha kreativ olmağa başlayırıq. Bu da sadəcə rəssamlara və yaxud incəsənət yönündə çalışan insanlara aid deyil. Çünki kreativlik bizə sadəcə incəsənətdə çalışdığımız, incəsənət sahəsində çalışdığımız zaman lazım olmur. Bu həm də bizə digər sahələrdə çalışanda da lazım olur. Məsələn, mühəndislikdə belə bizə kreativ həllər lazım olur və yaxud insanlar hər hansı bir problemi ortadan qaldırmaq üçün artıq məsələyə düz baxmamalıdırlar, fərqli yönlərdən baxmalıdırlar. Üstəlik texnologiyanın inkişaf etdiyi bir dövrdə insanlar kreativlikləri ilə fərqlənməlidirlər. Bu yöndə də bizə incəsənət tarixi, incəsənətlə maraqlanmaq, qalereyaları gəzmək, muzeyləri gəzmək çox kömək olur.